Bayaqdan video çəkirəm və adətən öz videolarıma baxmıram, amma bundan öncəki videoya baxdım və orada fikir verdim ki, məhəddə necə də parıldayır. Əslində elə kraskamız yalnız dəmirdir. Prosta usta o qədər onu şotqalayıb ki, bilmirəm nə həvəsə düşmüşdü. Yəni mən özüm belə yığanda bu qədər şotqalamıram. Çünki ehtiyac görmürəm. Prosta usta nəsə keyfinə düşüb ağappaq eləyib dəmiri. Sağ olsun. Yəni nə qədər mən əlimdən gəldiyi qədər, elədiyim qədər, yəni bu maddi cəhətdən çalışıram ki, onlar da çox qazansın. Onlar da sağ olsun, heç vaxt padvat eləmirlər. Yəni işi elə görürlər ki, nə müştəri mənə söz desin, nə də müştəri narazı getsin. Yəni eynən bu manqallarda belə 2 dəfə olub ki, müştəri narazı yox, sadəcə anlaşılmamazlıq olub. Məsəl üçün hansısa məhsul mən unutmuşam qoymağa. Məsəl üçün sazaltı yazıb, amma onun pulunu demişəm qaytarım. Dedi, yox, mən özüm gəlib götürəcəm, Allah razı olsun. Yəni gəlib onu götürəcəm. Bəzən belə şeylər olub. Amma manqaldan şikayət eləyən hələ bizə ki, filan yeri belədir, burası əyridir, ay bizə nazik list vermişsiniz, olmayıb. Nə də ki, Pirilada.